Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin akt zalında təhsildə inkişaf və innovasiyalar üzrə 8-ci qrant müsabiqəsində qalib gələn Ruhun Xəzinəsi Mental Sağlamlıq adlı layihənin bağlanış tədbiri keçirilib. Tədbirdə İsmayıllı rayon təhsil sektorunun əməkdaşları, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı, İsmayıllı rayon komitəsinin sədri, İsmayıllı Ailə və Uşaqlara Dəstək Mərkəzinin direktoru, İsmayıllı Xəbərləri qəzetinin redaktoru, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllimi, ümumi təhsil məktəblərinin psixoloqları, İsmayıllı şəhər 6 nömrəli məktəbin müəllimləri, şagirdlər, valideynlər iştirak ediblər. Ruhun Xəzinəsi Mental Sağlamlıq layihəsinin rəhbəri, İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin psixoloqu Ruslan Kamilov layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən tədbirlər haqqında iştirakçılara ətraflı məlumat verib. O qeyd edib ki, çətin tərbiyə olunan uşaq pis uşaq deyil. Onun davranışı arxasında bir ehtiyac, çətinlik və ya emosional çatışmazlıq dayanır. Ona anlayışla yanaşmaq, səbəbləri araşdırmaq və düzgün dəstək vermək əsasdır. Layihə müddətində əsas məqsədimiz çətin tərbiyə olunan uşaqlar və onların valideynləri ilə psixoloji maarifləndirmə işi apararaq hərtərəfli sağlam şagird və gələcəyin sağlam vətəndaşını yetişdirmək idi. 5 ay ərzində 50 şagird və onların 50 valideyni ilə çalışdıq. Məktəbdə sağlam psixoloji mühit yaratdıq, idmana marağı artırdıq, seminarlar, rol-aplar, maarifləndirici materiallar hazırladıq və payladıq. Valideynlərlə davamlı ünsiyyət quruldu. Onların övladlarına qarşı münasibətləri müsbət yöndə dəyişməyə başladı. Şagirdlər bağlanış tədbirində maraqlı səhnəciklər, rəqslər, mahnılarla hər kəsdə xoş əhval-ruhiyyə yaratdı. Sonda layihə müddətində faal iştirak edən şagird və valideynlərə təşəkkürnamələr təqdim olunub. Əvvəlcə layihə rəhbəri olan Kamil Ruslan müəllimə xüsusi təşəkkür eləyirəm. Daha sonra uşaqlıq dövrü olan hər bir insanın həyatının başlanğıcı üçün, inkişaf dövrü üçün başlanğıcı və əsasıdır uşaqlıq dövrü. Nə qədər sağlam cəmiyyət demək, xoşbəxt uşaqlıq deməkdir. Xoşbəxt uşaqlıq yaşayan hər bir kəs sağlam cəmiyyət deməkdir. Bu 5 ayki təlimdə öyrəndiyimiz tərbiyə metodlarını hal-hazırda icra eləməyə çalışırıq. Bu sonuncu gündə artıq 5 aylıq təlimin övladlarımla birlikdə bütün təlimlərin hər birində iştirak etdik və öyrəndiyimiz çox gözəl şeylər oldu burada. Davamlı olmasını istəyirik bu cür tədbirlərin. Ruslan müəllimə də uğurlar arzulayırıq. 5 aylıq davam edən layihəmiz 50 çətin tərbiyə olunan şagird və həmin şagirdlərin valideyninə əsas məqsəd bu valideynlərə seminarlar keçərək, onları maarifləndirərək uşaqları üzərindəki nəzarəti və tərbiyə işini daha da aktivləşdirməkdir və biz bu layihənin sonunda buna nail olduq. Bütün iştirakçılar bizim layihədən çox məmnun qaldılar. Layihə müddətində bir çox maarifləndirici broşuralar, əl kitabçılar çap olundu. Eyni zamanda məktəbimizin dəhlizində maarifləndirici güşə yaradıldı və layihənin davamlılığı üçün inşallah biz Uşaq Birliyi rəhbərləri, psixoloqlarla da işimizi davam elətdirərək bizim burada qazandığımız təcrübələri, videorolikləri digər məktəbin psixoloqlarla da bölüşəcək. Onlar da öz məktəblərində bizim qazandığımız təcrübəni öz məktəblərində istifadə edib uşaqlara kömək ola biləcəklər. Bugün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkil etdiyi təhsildə inkişaf və innovasiyalar üzrə 8-ci qrant müsabiqəsi çərçivəsində Ruhun Xəzinəsi Mental Sağlamlıq adlı layihənin bağlanış tədbiri həyata keçdi. Tədbirin, daha doğrusu layihənin əsas məqsədi 50 çətin tərbiyə olunan şagird və onların valideynləri ilə maarifləndirici mövzular əsasında təlimlərin keçirilməsi idi. Təlimlərin sonunda valideynlərdən biz çox müsbət geri dönüşlər aldıq və bu da bizi nəticədə sevindirdi. Rafiq Əsanov, Elçin Məlikov, Ülviyə Orucova, İsmayıllı.